Rəhman və Rəhim olan Allahın adıyla. Hifz dərsləri Bəqərə surəsi 27-ci ayə. Əuzu billah, bismillah. Əllezine, o kəslər ki, yanqudune, yanqudune yəni nəqada feilindəndir. Yəni pozmaq, kəsmək. Yəni yanqudune burada vav burada cəmi bildirir. Yəni pozurlar, kəsirlər. O kəslər ki, pozurlar, kəsirlər. Əhdəllah, yəni Allahla əhdlərini, Allahla olan əhdini. Min, dandan şəkilçisi, bə'di, sonra deməkdir. Mithəqihi, mithəqihi, yəni mithəq, yəni söz vermək, söz verib bağlandıqdan sonra min bə'di, mithəqihi deyəndə söz verib bağlandıqdan sonra. Yəni o kəslər ki, söz verib bağlandıqdan sonra Allahla olan əhdlərini pozarlar. Və yəqta'unə, və yəqta'unə sözü qata'a feilindəndir, yəni kəsmək və kəsərlər. Mə, o şey ki, əmərallahu, yəni Allahın əmr etdiyi şeyi, bihi, yəni onun ilə, yəni özü ilə, yəni Allahla olan o mənada. Bihi, yəni onun ilə, hi də qadir Allaha. Onun ilə ən, yəni ki, yusalə, yusalə, vassala feilindəndir. Vassala, yəni birləşmək. Yusalə, yəni burada vəsilə sözə getmək, onunla da elə yadda saxlaya bilərsiniz. Yusalə, yəni biz demişdik ki, ən sözü feillə gəlsə, mək kimi də tərcümə eləmək olar. Yaxud da ki kimi, ki birləşdirdi, yəni birləşdirdi, yaxud da ki birləşdirilmək kimi gedir. Əy yusalə, yəni Allahın birləşdirilməsi, burada belə bu formada gedir. Allahın birləşdirilməsini kimi qeyd eləyib, ya da yəni başqa cür demək olar ki, yəni belə deyək, Allahın bağlı tutmaq istədiyi bir şeylə, yəni belə bir şey demək olar. Allahın bağlı tutmaq istədiyi bir şeylə, yəni birləşdirməyi istədiyi bir şeylə, yəni əmr etdiyi bir şeyi kəsərlər. Yəni Allah əmr eləyib ki, bunlarla birləşmiş olmalısınız. Yəni bir tutmalısınız, bağlı saxlamalısınız. Onlar isə onu kəsirlər, yəni əlaqəni kəsin. Burada qohumluqdan söhbət gedir. Burada misal üçün qohumlarla, qonşularla, burada yəni belə bir mövzu gedir də, söhbət bunda müəllimlərlə. Yəni əlaqəni yəni Allah əmr edib ki, əlaqə birləşsin, yəni bir olasınız. Onlar isə həmin şeyi kəsirlər, yəni əlaqəni. Davamında isə və bağlayıcı yufsidunə, yəni fəsad sözündəndir, fəsada sözündəndir. Yəni fəsad törədərlər, fitnə fəsad törədərlər. Fi, dadə şəkilçisi, əl-ard, yəni yer. Fil-ərd, yəni yerdə. Uləykə, onlar, yəni uləykə onlar deməkdir, uzaqda olan işarə əvəzli. Hum, onlar deməkdir, yəni əsil demək olar. Əsil, əl-xasirun, yəni xusran sözündəndir, xasara sözündəndir. Yəni ziyana uğrayanlar ya da xusranda olanlar da demək olar. Ümumi tərcümə belədir ki, o kəslər ki, öz söz verib, öz sözlərindən sonra Allahla olan əhdini pozarlar. Allahın birləşməsini, yəni bir olmasını əmr etdiyi bir şeyi kəsərlər, əlaqəni kəsərlər və yer üzündə fitnə fəsad törədərlər. Onlar elə əsil xüsranda olanlardır, yaxud da ziyana uğrayanlardır. Keçid alırıq Bəqərə surəsinin 27-ci ayəsinin təfsirinə. Bu ayədə bəyan olunmuş ilahi peymanlar, əhdlər çoxdur. Allah peyğəmbərlərdən vəd almışdır ki, ilahi ayələri xalqa çatdırsınlar.
Kitab əhlindən vəd alınmışdır ki, haqqı gizlətməsinlər. Tövrat və İncilin İslam Peyğəmbəri haqqındakı bəşarətlərinə əməl etsinlər. Bütün xalqdan əhd alınmışdır ki, Allahın göstərişinə əməl edib şeytan yolundan uzaqlaşsınlar. İslamda əhdə vəfa etmək vacibdir. Kafirlərə münasibətdə də belədir. Əhdini pozan kəs münafiq kimi tanıtdırılmışdır. Hətta namaz qılan olsa da belədir. Həzrəti Peyğəmbər salavatullah buyurmuşdur. Əhdinə sadiq olmayan insanın dindən faydası yoxdur. Allah bu ayədə göstəriş vermişdir ki, qruplarla rabitə saxlanılsın. Rəvayətlərdə bu qruplar belə tanıtdırılır. Səmavi rəhbərlər, alimlər, qohumlar, möminlər, qonşular, müəllimlər. Hər kəs bu fərdlərlə rabitəni qırsa, özü zərər görər. Çünki o, bu rabitələr sayəsində əldə edəcəyi təkamülün qarşısını almışdır. Əhdə vəfa kamillikdir və Allah özünü bu sifətlə məhd edir. Əhdini Allahdan yaxşı vəfa edən kimdir? Hətta müşriklərlə də əhdə vəfa etmək lazımdır. Quranda oxuyuruq. Müqavilə müddətinin sonuna dək müşriklərlə bağladığınız əhdə vəfalı olun. Eləcə də Quranda əhdini pozanlar lənətlənmişdir. Əhd iki cürdür. Xalqın biri ilə bağladığı əhd, bu əhdə vəfa etmək lazımdır. İkinci əhd isə Allahın cəmiyyətə rəhbərlik üçün Peyğəmbər və imamlarla etdiyi əhddir. Həmin ilahi əhdin bu ayədə təkid olunan hissəsi Allahın hər bir fərdin fitrətində qoyduğu əhdlərdir. Necə ki, Həzrət Əli əleyhissalam fitri əhdin çəklənməsini Peyğəmbərlik fəlsəfəsi kimi tanıtdırmışdır. Sual yaranır, Allahın əhdi nədir? Cavab, səmavi rəhbərlik Allahın əhdidir. Rəvayətlərdən məlum olur ki, namaz da Allahın əhdidir. İnsan və Allah arasında olan hər bir əhd ilahi əhddir. Əqli qanunlar və ilahi hökmlər də ilahi əhdin nümunələridir. Əllamə Məclisi yəqtəunə mə əmərəllahu bihi əyyusələ ayəsinin ardınca silə-i rəhmin, yəni yaxınları yoxlamağın, yəni qohumlarla əlaqəni saxlamağın əhəmiyyəti haqqında 110 hədis nəql etmişdir. İndi həmin rəvayətlərdəki bəzi cəlb edici nöqtələri nəzərdən keçiririk. Hətta su içməklə də olsa yaxınlarınızla görüşün. Silə-i rəhim ömrü uzadır, yoxsulluğu aradan aparır. Silə-i rəhm vasitəsilə ruzi artır. Ən üstün qədəm o qədəmdir ki, silə-i rəhm, yəni qohumların görüşü üçün götürülmüş olsun. İnşallah ki, biz də bilmiriksə, bilməyən insanlar da bundan sonra bu hədislərdən belə bir qənaətə gələrik ki, qohumlarla əlaqə kəsilməsin, Allahın əmri yerinə yetirilsin inşallah. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.